Cepheye neft lazımdır. Her şeyden çok, her şeyden daha artık neft lazımdır. Bakı fəhləsi, onu bil ki, senin artık çıkarttığın her damla neft düşmene ağır zərbədir. Ne? Yine göre. Amara kəndi laf qabaqlarda 1500-cü illərdə, 1400-cü, 300-cü illərdə olub aşağıda. Sonra ki, qalanı keçirlər 14-cü əsrdə cəmaat yavaş-yavaş köçürlər yuxarı. Yuxarıdadır ki, ev-eşik salırlar, yaşayırlar. Bağları olurlar aşağıda kəndin qıraq tərəfini. Yaxşı bağlar olur, əncir ağacları, üzüm ağacları. Bunlar bağın özünü görməmişəm mən. Burada işləyən vaxtında traktorla gəlib gedəndə yoldan altından bağların kötükləri çıxır. Meynələri. Meynəni kötüyüb. Bu yoğundur ya, azı bir 50-100 yaşı bu meynələr. Onları görmüşük. Sonra belə oldu ki, müharibə də başladı. Öyle adam qalmadı, 2 adam, 3 adam ata balı əsgər getirlər. Gedənlərin də çoxsu gəlmədi. Azan gələnlərin ki, bir kişi yox, bir qolu yox. Siz arxa cəbhədə olmuşsunuz da, müharibə Mən o arxa cəbhədə olmuşam. Məndən başladı bir şey adam olub kənd uşaqlarına. Benim kardeşim gidip gelmeyip. Mübarek Bu şu Qafara qardaşıyla yaşdıq, mən ondan 6 ay böyük. Gəldi, dedi, gedəm, yola saldım, getdi. Çay çəkməz üstündən yazdıqdan şaha gəldi ki, ölür. Traktör işləyirdim mən. Bəs siz nə işlə məşğul olsunuz? Hala ben Burada de, sonra buraya geldi. 6 il işləmişsiniz. ben satta 44'te. 44'te geldim. Başladım burada işlemeye. O da bir sene oldu. Stalin'e emri oldu ki 26. illeri asker aparmayın. O arkadan kömək eləsin. Ne taşıp işleyen yok. O vakti bu Ermenileri nalete gelsinler. Zaten Martunu rayonundan. Oradan savurdular, ulağı da getirdiler. Sonra vayeli peynirler çıkmıştı. Vayeli hamısını bastılar mevkine. Şu adam peynirler çıkmıştı. Şimdi ağır iştir akıllı. Onun işine ne ötmedesen gelin, ne ötmedesen muharebe galibiyenlerdi. İnandırın seni şey, muharebe vakit dediler de 65% kadınlar işliydi meydanda. Ellerinde açan, ellerinde zıdılıp başlarlar, roman adamlar. Şehirden gelen de vardı. Sonra hanım. Sonra, kaç yıl sonra? Kaç yıl sonra. Sonra işi, müsaadenlerdi. Kadınlar, Ali Ramala kadınlar, o keç, bari çıkmayan adamlar, çalan, yoldaşları gelmişti. Saat böyle torbalar, 4 düğme, 6 düğme torbalar kesirirler. İçini semenle doldururlar ki, eğer Bakı'ya yakınlaşsa, kuyulara bırakmak, emir gelse. Bunları biz görmüşüz.